Salam, əziz izləyicilər, əziz şagirdlər, abituriyentlər, xoş gördük sizləri. Demək, bugün sizinlə bərabərsizliklər mövzusunun izahına baxacağıq. Burada demək, ədədi bərabərsizliklərdən başlayalım. Yəni belə deyək, ədədlərin müqayisəsindən. Baxın, burada belə bir tərif yazmışıq. A və B ədədləri üçün A çıxaq B fərqi müsbət ədəd olarsa, onda deyirik ki, A ədədi B ədədindən böyükdür. Yəni bu fikri biz riyazi dildə belə yaza bilərik ki, A minus B böyükdür sıfırdırsa, onda A ədədi nədir? B-dən böyük olur. Yəni fərq müsbət olursa A B-dən böyük olur. Fərq mənfi ədədi verirsə, onda deyirik nədir? A ədədi B ədədindən kiçikdir. Bunu biz tərif olaraq belə deyirik, amma şagirdlərimiz məsələn həll eləyəndə B-ni sağ tərəfə keçirdirlər. Bəli, düzgün addımda həll formada eləyə bilərlər. Sonra bərabərsizliyin bəzi belə deyək də xassələri var ki, onlara baxalım. Məsələn, burada deyirik ki, A böyükdür B-dən, B böyükdür C-dən, onda A C-dən böyük olur. Bəli, X böyükdür Y-dən, məsələn, Y böyükdür 3-dən, deməli, X 3-dən böyük olacaq. Digər xassəsinə baxalım. Bərabərsizlikdə A böyükdür B olarsa, məsələn, istənilən müsbət C, istənilən C həqiqi ədədi üçün plus minus C, plus minus C. Yəni bu o deməkdir ki, bərabərsizliyin hər iki tərəfinə eyni ədədi əlavə etdikdə və ya çıxdıqda bərabərsizlik işarəsini dəyişmir. Yəni böyükdürsə böyük kimi qalacaq. Məsələn, bu bərabərsizliyi həll eləyəndə bərabərsizliyin hər tərəfinə mənfi 3 əlavə eləyirik. Mənfi 3 əlavə eləyəndə bu tərəf deməli bura 0 olacaq. Sağ tərəfində bərabərsizliyin 2 alınacaq. Bunu qısaca olaraq uşaqlar nə edirlər? 3-ü kənara keçirdirik. Bərabər böyükdür nə olur? 2-dən olur. Bəli, doğru da alınır. Məsələn, başqa burada kiçiklə də nümunə demişik. Hər tərəfi müsbət 7 əlavə edirik. Onda olacaq nə? X kiçikdir 11-dən. Yəqin ki, bunlar haqqında çoxumuzun məlumatı var. Baxalım. Növbəti xassəyə baxalım. A böyükdür B-dən və C də müsbət ədəddir. Onda AC böyükdür BC-dən, A böl C də böyükdür B böl C-dən olur. Tamam, burada bu o deməkdir ki, belə deyək də, bərabərsizliyin hər iki tərəfini müsbət ədədə vurduqda və ya böldükdə bərabərsizlik işarəsini dəyişmir. Məsələn, baxın, X böyükdür 8. Bərabərsizliyinin hər iki tərəfini mən nə eləmişəm? 5-ə vurmuşam. Onda 5x böyükdür 40 olur. Yaxud 4x böyükdür 12. Bərabərsizliyin hər iki tərəfini nə eləmişəm? Baxın, 4-ə bölmüşəm, x böyükdür 3 olur. Yəni, bərabərsizlik işarəsini dəyişmir. Yəni, böyükdürsə böyük kimi qalır, kiçikdirsə kiçik kimi qalacaq. Növbəti xassədə isə deyir ki, A böyükdür B-dən, C mənfi ədəd olarsa, onda AC kiçikdir BC-dən, A böl C də kiçikdir B böl C-dən. Bunu sözlərlə belə ifadə edə bilərik ki, bərabərsizliyin hər iki tərəfini mənfi ədədə vurduqda və yaxud böldükdə nə edir? Bərabərsizlik işarəsini dəyişir. Müsbət ədədə vurduqda, böldükdə dəyişmirdi, amma mənfi ədədə vurduqda və ya böldükdə bərabərsizlik işarəsini dəyişəcək. Baxın. X böyükdür 2-dən bu bərabərsizliyin hər iki tərəfini mən mənfi 3-ə vurmuşam. Mənfi 3-ə vurduğuma görə işarə baxın burada böyükdürsə, digər tərəfdə nədir? Kiçik kimi qalıb. Yaxud məsələn, hər iki tərəfini nədir? Mənfi 2-yə bölürəm. Onda bərabərsizlik baxın burada böyük idi, kiçik olaraq qalacaq. Mən burada nümunələrin hamısını böyüklə göstərmişəm. Yəni kiçik olsa da həmin qaydada olacaq. Yəni məsələn, tutaq ki, burada bir dəqiqə gözləyin, qələmi götürün. Aha, məsələn, mən demək istədiyim odur ki, burada məsələn bizə verilən misalda x kiçikdir 2-dən olsaydı, nəticədə burada nə olacaq idi? Burada böyük və burada da böyük olacaq. Tamam, keçdik növbəti xassəyə. Əgər A və B eyni işarəlidirsə, yəni ya hər ikisi mənfidir, ya da hər ikisi nədir? Müsbətdirsə, onda A böyükdir B olanda nə olur? 1 böl A kiçikdir nədən? 1 bölünsün B-dən olacaq. Yəni, ədədləri tərsinə çevirəndə bərabərsizlik nə edəcək? Mütləq işarəsini dəyişəcək. Baxın, 5 böyükdür 4-dən, 5-də 1 kiçikdir nədən? 4-də 1-dən təbii ki. Yaxud mənfi 5 kiçikdir mənfi 4-dən, yaxud buradan nə olacaq? Onda tərsinə çevirəndə mənfi 5-də 1 böyük olacaq mənfi 4-də 1-dən. Bərabərsizliklər üzərində sadə əməllərə baxalım burada.
Məsələn, tutaq ki, mən burada 2 dənə 2 qat bərabərsizlik göstərmişəm və onların belə deyək də aşağıda toplanması, çıxılması, vurulması, bölünməsi haqqında danışmışam. Baxağım. Toplanmasına baxağım bunlara. Bunları alt-alta yazanda alt-alta yazıb tərəf-tərəfə toplasaq nə olur? Ortada x plus y, sol tərəfdə 6, sağ tərəfdə nə olur? 14 alınır. Növbəti misala baxağım. Tərəf-tərəfə çıxmaq istəyir. Bu çıxmaq istəyəndə biz bunu çıxanda, daha doğrusu belə deyək də, biz bunun birincini, yəni daha doğrusu üzr istəyirəm, ikincini fikir verin. Orada biz vermişdik ki 4 kiçikdir y-dən kiçikdir 9-dan. Bu alt-alta yazıb çıxmaq düzgün deyil. Mənfi 1-ə vurursan, baxın bu alınır. Ondan sonra tərəf-tərəfə bunları toplayanda ondan sonra ortada x çıxılsın, y alınacaq və sol tərəf mənfi 7, sağ tərəfdə təbii ki müsbət 1 olacaq. Bərabərsizliklərin tərəf-tərəfə vurulması. Məsələn, bizim göstərdiyimiz nümunədə bunları tərəf-tərəfə vursaq, x, y hasili, sol tərəf 8, sağ tərəf 45 olacaq. Yaxud bölünməsinə baxaq. Bax, bölünmədə də eyni formada. Bizə verilən, demək, bircə dəqiqə, səhv qeyd elədim, bağışlayın. Demək, 4 kiçikdir y, kiçikdir 9-u. Bunun hər birini tərsinə çevirmək lazımdır. Tərsinə çevirib ondan sonra vurmaq lazımdır. Kiçikdir nədən? 4-də 1-dən. Bu formada yazıb alt-alta yazandan sonra bunları tərəf-tərəfə vurmaq lazımdır. Mən burada yeri gəlmişkən vurma işarəsi olmalı idi. Bunları tərəf-tərəfə vuranda nə olacaq? Ortada x böl y, sol tərəfdə 9-da 2, sağ tərəfdə 4-də 5 alınacaq. Burada bu danışdıqlarımıza aid bəzi məsələ nümunələrinə baxaq. Məsələn, bunları bizə verib, deyir ki, x plus y cəmini tapın. Mən bunları tərəf-tərəfə toplamışam. Sol tərəf mənfi 2, toplama çox rahatdır. Elə olduğu kimi yazıb tərəf-tərəfə toplayırıq. Sağ tərəfdə olur nə qədər? 18 olur. Baxağım növbəti misal nümunəsinə. Bunları alt-alta yazmışam. Baxıram ki, bu çıxma qaydası yoxdur. Biz nə etməliyik bunu? İkinci sətri mənfi 1-ə vurandan sonra yeni belə bir ifadə alırıq və onları tərəf-tərəfə toplaya bilərik. Toplayanda ortada bizdən istənilən nədir? X minus y fərqini alırıq. Yəni o yaranır orada artıq. Sol tərəf olur mənfi 2, sağ tərəf olacaq 11. Növbəti nümunəmizə baxağım. Deməli, 4 kiçikdir x-dən kiçikdir 6-dan və s. Mənfi 2 kiçikdir y kiçikdir 5-dən. Bu dəfə nəyi soruşur bizdən? Fikir verin, 2x plus 3y. Deməli, mən birinci sətri 2-yə vurmalıyam ki, burada 2x yaransın. Növbəti sətri 3-ə vurmalıyam, 3y yaransın və ondan sonra biz onu tərəf-tərəfə nədir? Rahat şəkildə toplaya bilərik. Onda burada olacaq ortada 2x plus y, yəni bizdən soruşulan ifadə sol tərəfində 2, sağ tərəfində nə qədər olur? 27 olacaq. Baxalım burada bu dəfə nəyi soruşur? Çıxılmasını fikir verin. Birinci sətri 3-ə vurmuşuq, ikinci sətri mənfi 2-yə. Niyə mənfi 2-yə vurmuşuq? Çünki ortada çıxaq 2y yaransın deyə. Və bunları da tərəf-tərəfə toplayanda sol tərəfdə mənfi 2, sağ tərəfdə 17 alınacaq. Yaxud yenə hasillə bağlı daha bir nümunəmiz var. Tərəf-tərəfə bunları vuracaqsan, sol tərəf 8 eləyəcək, sağ tərəfə nə qədər olur? 30 olur. Aha, buna baxalım. Buna da aid əslində nümunəmiz var. Orada x böl y demişdik. Bu dəfə x bölünsün 2y deyirik. Deməli, mən ikinci sətri nə etməliyəm? 2-yə vurmalıyam. 2-yə vurmalıyam ki, 2y yaransın. Ondan sonra onları tərəf-tərəfə nədir? Vura bilərik. Tərəf-tərəfə vursaq ortada bizdən soruşulan ifadə x bölünsün 2y. Sol tərəfdə 1, sağ tərəfdə nədir? 6 yaranır. Tamam, bu danışdıqlarımıza aid bəzi daha bir nümunələrimiz var. Bunlara baxalım. Demək, 3 sağa keçir. Biz bayaqlar qaydan danışanda nə elədik, nə dedik? Dedik, hər tərəfə 3 əlavə edirik. 3 əlavə edirik deməyək də, bundan sonra belə danışacağıq ki, keçir sağa toplanır, olur 8, sonra 2-yə bölürük, olur 4. Tamam. Növbəti misala baxalım. 5 keçir sağa olur 18, kiçikdir 6-dan, bu qədər. Sonra burada bərabərsizliyin həll edək. Aha, bu da 3 keçir sağ tərəfə olur müsbət 8, mənfi 2-yə böldüyümlə işarə dəyişdi, oldu kiçikdir mənfi 4-dən. Növbəti bərabərsizliyimizə baxalım. Yenə də həmin qaydada 4 keçir bu tərəfə 18, mənfi 3-ə bölürsən eləyir mənfi 6-dan böyük. İşarə təbii ki, burada nədir? Baxın, kiçikdir, burada oldu nə? Böyük. Mənfi 3-ə böldüyümüz üçün. Aha, burada
Müqayisələr üçün belə deyək də, belə daha axırda bir qaydamız var bizim. A böyükdür B-dən, böyükdür 0-dan. Yəni hər ikisi müsbətdir. A da B-dən böyük olan bir ədəddir. N də natural ədəddir. Yəni natural üstü qüvvətdən gedir buradan söhbət. Yəni A üstü N də böyükdür nədən? B üstü N-dən olur. Yaxud mənfi olsa nə olur? Onda A üstü N yenə də nədir? Böyük, daha doğrusu A üstü 2N böyükdür nədən? B üstü 2N-dən. Yəni cüt qüvvətlərdə işarə dəyişir. Baxın, burada kiçikdir, amma burada nə yazılıb? Böyükdür. Aha, tək qüvvətdə isə necə olacaq? Tək qüvvətdə isə olduğu kimi qalır. Biz natural ədədlərdə tək N-lərin belə deyək də 2n-1 şəklində göstərmişdik. Ona görə də nədir? Tək qüvvətlərdə nə olur? İşarə olduğu kimi qalır. Yaxud A deməli belə deyək də mənfi ədəddir, B müsbət ədəddir. Bax, bu yazılış bizə onu deyir. Modulda A böyükdür B olarsa, onda A üstü 2N böyükdür nədən olur? B üstü 2N-dən. Baxın, yəni mütləq qiymətcə B-dən böyükdürsə, cüt qüvvəti nə olur? B üstü 2N-dən böyük olacaq. Amma tək qüvvətdə işarə dəyişməyəcək. Bu belə. Eyni qayda ilə qüvvətdə dediyimiz kimi kök almada da bunu deyə bilərik. Hər iki tərəfdən kök alsaq, nə olacaq? İşarə dəyişməyəcək. Ədədi intervallar, bunlar yəqin ki, hamımıza tanışdır. Baxın, bu bərabərsizlik belə deyək də, burada ciddi bərabərsizlik olanda bizə göstərilən nöqtələr, yəni A və B nöqtələri daxil olmur. Yəni mötərizə necə olur? Sadə bir mötərizə kimi göstəriləcək. Növbəti intervala baxalım, yarım interval. Yarım interval bunun bir tərəfi açıq, bir tərəfi qapalı olduğuna görə deyirik. Baxın, şəkilə də baxın, bu yazılışa da. A kiçikdir, x-dan kiçik bərabərdir B-dən. Aha, baxın, kiçikdir, deməli A-nı almayacaq. Ona görə də A-da nədir? Sadə mötərizə, B-də nədir? Qapalı mötərizə, düz mötərizə deyilir uşaqlar buna bəzən. Baxın, B nöqtəsində burada nədir? Dolu göstərmişik, A-nı boş göstərmişik. Daha bir yarım intervalımız. Bu dəfə sol tərəf daxildir, sağ tərəf daxil deyil. Yəni A daxildir, B daxil deyil. Yaxud hər ikisi daxil olanda buna deyirik qapalı interval, yaxud nə deyirik? Parça deyilir buna. Tamam, sonra A böyükdür, üzr istəyirəm, x böyükdür A-dan. Amma A daxil deyil. Buna nə deyirik? Aralıq deyirik, ədədi aralıq. Tamam, keçdik. A böyük bərabər, x böyük bərabərdir A olarsa, onda A daxil olur və A-dan böyük ədədlər. X kiçikdir A-dan, o deməkdir ki, A-dan kiçik ədədlər. X kiçik bərabərdir A-dan, yəni A və A-dan kiçik ədədlər. Bu formada. Biz əslində burada xətti bərabərsizliklər dərsi yazmışam, amma buna aid demək olar ki, biz yuxarıda elə bərabərsizliklərin xassəsindən istifadə edib bunu öyrənmişik artıq. Burada yuxarıda danışdıqlarım demək olar ki, təkrar gedib. Məsələn, müsbət ədədə böləndə dəyişmir. İşarə, baxın, müsbət ədədə böləndə dəyişmir. Müsbət ədədə böləndə dəyişmir. Bircə dəqiqə, müsbət. Mənfi ədədə böləndə nə edəcək? İşarələr, baxın, böyükdür, olub kiçik. Böyük bərabərdə olub kiçik. Kiçik bərabər olub, burada kiçikdir olub nədir? Böyük, kiçik bərabərdə olub böyük bərabərdir və s. Tamam, bəzi misal nümunələri burada yenə var. Bunlara əslində özünüz də baxa bilərsiniz, amma mən yenə də müəyyən açılışlar, izahatlar verəcəm burada. Baxın, mötərizəni açırıq olur 3x-15 böyükdür nədən? 2x plus 3-dən 2x keçir bu tərəfə x, 15-dən 3 toplanır 18, 18 müsbət sonsuzluq aralıq kimi də bunu bu formada göstərə bilirik. Nümunə 2-yə baxağım. Bərabərsizliyin hər iki tərəfini mən 2-yə vurmuşum. Yaxud belə deyək ki, tənasüb kimi vurmuşuq. Müsbət 2-yə vurduğumuza görə də işarə dəyişməyib. Olduğu kimi nədir? Qalıb burada. Baxağım. İndi burada yenə də x keçir sola. Olur mənfi 18. Mənfi 18-dən müsbət sonsuzluğa. Bu bərabərsizliyi tənasüb kimi vururuq deməyək. Onda hardasa belə deyək də bir səhv eləyə bilərsiniz. Deyirik ki, bu bərabərsizliyin hər iki tərəfini 6-ya vururuq. 6-ya vuranda ixtisar gedir burada 2, bu tərəfdə 3 qalır. Ona görə də baxın, bu formada alınır. Mötərizəni açırıq, 2x plus 8, kiçik bərabərdir 3x minus 15-dən. Onda burada olacaq, x böyük bərabərdir nədən? 23-dən və bərabər işarəsi olduğuna görə də nədir? 23 burada daxil olur. Baxaq. Modul işarəsi daxilində dəyişən olan bərabərsizliklər. Buna uşaqlar qısa olaraq deyirlər modul bərabərsizliklər. Olsun, modul bərabərsizlik. Fx böyükdür 0 şəklində verilən bərabərsizliklər. Tamam.
Bu bərabərsizliyi həll etmək üçün fx fərqlidir sıfırdan. Modulun yazılışından görülür ki, fikir verin, modulun daxilində mənfi ədədlər də ola bilər, müsbət qiymətlər də ola bilər. Bu sıfırdan böyükdür deyir. Bərabər olsaydı bir başqa məsələdir. Bu o deməkdir ki, yəni sıfırı almır. Ona görə də bu tip misalları həll edəndə biz nə edirik? Fərqlidir sıfır yazmağımız əslində nədir? Kifayət eləyir. Baxın, bu misalı həll eləmək üçün 2x minus 3 fərqlidir 1/5 yazmışıq. Fərqlidir 1/5-dən və bunu da aralıq kimi göstərsək nə olur? Yəni 1/5-dən fərqli bütün qiymətlər, yəni kiçiklər də ödəyir. 1/5-dən böyük qiymətlərində də nədir? Bu bərabərsizlik doğrudur deməkdir. Tamam, növbəti misala baxalım. Mən burada yazmışam ki, demək şəklində verilən bərabərsizlik. Bu bərabərsizliyin həlli x daxildə df-dir. Bu inşallah funksiya dərsində bunun haqqında daha geniş danışacağıq. Df funksiyanın təyin oblastı mənasında qeyd olunub burada. Baxın, df funksiyanın nə idi? Təyin oblastı mənasında qeyd olunub. Yəni funksiyanın təyin oblastından götürülmüş bütün qiymətlər bu bərabərsizliyi nədir? Ödəyir. Baxın, burada nümunə yazmışam mən. 3x minus 5 böyük bərabərdir 0-dan. Biz bilirik ki, bu xətti funksiyadır. Xətti funksiya x-in bütün qiymətlərində təyin olunub. Ona görə də cavab nə olur? Mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər. Tamam. Növbəti misalımıza baxalım. Amma burada biz onu deyə bilmirik. Burada kəsr xətti funksiya verilib. Kəsr xətti funksiyanın məxrəci sıfırdan fərqli olmalıdır. Normalda biz götürməliyik mənfi sonsuzluq, müsbət sonsuzluq. Amma baxırıq ki, 3 bu qiyməti buranı ödəməyəcək. Deməli, mən nə etməliyəm? X minus 3 fərqlidir 0, x fərqlidir 3-dən və cavab nə olacaq? Mənfi sonsuzluqdan 3-ə, 3-dən müsbət sonsuzluğa olacaq. Daha bir misala baxalım. Yenə də adam düşünür ki, biz qaydada demişik ki, təyin oblastıdır. Adam ilk ağlına gələn mənfi sonsuzluq, müsbət sonsuzluqdan. Amma baxırsan ki, kök altı ifadə nədir? Mənfi olmayan nədir? Qiymətlər almalıdır. Ona görə də nədir? X minus 2-ni böyük bərabərdə 0 yazırıq. X böyük bərabərdə nə olur? 2-dən. Yəni 2 və 2-dən böyük ədədlər bu bərabərsizliyi ödəyir. Modul bərabərsizliyinin daha bir növünə baxalım. Kiçikdir 0-dan. Bir özünüz düşünün. 0-dan kiçik mənfi deməkdir. Bu bərabərsizliyin həlli olarmı? Təbii ki, olmaz. Modul mənfi olmadığı üçün birbaşa bu tənliyin həllinə nə deyirik? Deyirik ki, boş çoxluğudur. Belə, keçdik. Bərabərsizliyini həll edək. Tamam. Mənfidir, heç həll eləməli bir şey yoxdur. Baxan kimi deyirik, nədir? X daxildir, boş çoxluq. Keçdik 4-cüyə. Bu şəkildə verilən bərabərsizliyi, bu bərabərsizliyi həll etmək üçün yazmışıq ki, fx bərabərdir 0. Təbii ki, kiçikdir ola bilmir. Bir dənə əlimizdə qalan variantı olur ki, bunu bərabər eləyib 0 həll eləyək. Yəni, bu bərabərsizliyin yeganə həlli olur və həmin həldə nədir? 2,5 şəklindədir. Tamam, keçdik. Daha bir nümunəmiz kvadrat tənliyə gəlib çıxacaq. Kvadrat tənliyi həll edirik. Kökləri nədir? 2, 3-dür. Yəni, bunu ödəyən ədədlər nələrdir? 2 və 3-dür. Sonra keçdik. Şəklində verilən bərabərsizlik. Aha, burada A-nı mənfi vermişik. Fikir verin, nümunəyə baxsaq daha yaxşı başa düşərsiniz ki, modul mənfi ədəddən kiçik olmaz. Təbii ki, nə olacaq? Boş çoxluq olacaq cavab. Növbətiyə baxağın, yenə də mənfi ədəddən kiçik bərabər yenə mümkün deyil. Yenə də nə olmalıdır? Boş çoxluq olmalıdır. Keçdik. 7-ci qayda. Baxağın. Mənfidən böyükdür. Təbii ki, modul mənfidən böyük olmalıdır. Deməli, bayaq danışdığımız kimi bütün təyin oblastından götürülmüş bütün qiymətlər üçün bu bərabərsizlik nədir? Doğru olacaq. Yəni, məsələn, burada xətti funksiyadır. Təyin oblastı hara olur? Mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Yenə daha bir bənzər bir nümunə yazmışam. Burada yenə də nəyi nəzərə almalısan? Məxrəc 0-dan fərqlidir. Yəni, x fərqlidir nədən? 2-dən olur hara? Mənfi sonsuzluqdan 2-yə, 2-dən müsbət sonsuzluğa. Tamam, keçdik. Bu şəkildə verilən bərabərsizliklər. Baxın, böyük bərabərdir. Təbii ki, mənfi ola bilmir. Bütün qiymətlər yenə də ödəyəcək. Mən nəyi həll eləməliyəm? Kökün altını. Deməli, kökün altını. Demək, nə etməliyəm? Kökün altı
böyük bərabərdə 0 olmalıdır və məxrəci nədir? 0-dan fərqli olduğunu nəzərə almalıyam. Yəni burada bu bərabərsizliyi həll eləsəz, -5 5 olur. Bu həll eləsək nə olur? 2-dən fərqli. Deməli, -5-dən 5-in arasından nəyi götürməliyik? 2-ni götürməliyik. Onda həll har olacaq? -5-dən 2-yə, 2-dən -5-ə olacaq. Sonra keçdik bura. Şəklində verilən bərabərsizliklər. Bu bərabərsizliklərin həlli 2 qat bərabərsizliyinə gətirilir. Yəni bu forma, bu bərabərsizliklə həll olunur. 2 qat bərabərsizliyi həll olunmalıdır. Tamam, bizim misalımız necə idi orada? Aha, bu. Burada yazmışıq 2x minus 3 kiçikdir 7-dən. Deməli, nə etməliyəm mən? 2x minus 3-ü -7 ilə -7 arasında yerləşdirməliyəm. Onda bu bərabərsizliyi də həll eləyəndə hər tərəfə 3 əlavə eləsək -4 10 olur və yenə də 2-yə bölsək olur nə? -2 5 cavab olur. -2-dən 5-ə qədər. Tamam, kiçik bərabərdə onun eynisidir. Yenə də burada kiçik bərabər bərabərsizliyin hər iki tərəfini -2-yə vururuq, işarə dəyişmir. Hər tərəfə 3 əlavə edirik, olur -7, bir də 13. Tamam. Növbəti 11-ci xassiyyə baxaq, bərabərsizliyin növünə. Baxaq. Böyükdür. Bu tip bərabərsizlikləri həll eləmək üçün bu bərabərsizliklər heyətini həll eləməliyik. Yəni, -15-dən kiçik, bir də nədir? 15-dən böyük alınır. Hər ikisini həll eləsək buradan birincidən alırıq ki, təbii ki, bu keçir, bu isə olur -12, 2-yə də bölürük 6, bu tərəfə keçir olur 18, 2-yə bölürük 9. Deməli, cavab hara olacaq? Mənfi sonsuzluqdan -6-ya, 9-dan müsbət sonsuzluğa olacaq. Baxağın, bu da onun eynisidir. Sadəcə burada bərabər işarəsi var. Görək nümunəmiz var idimi burada? Bəli, var. Bu bərabərsizliyi həll eləmək üçün nə etməliyik? Yenə də bu bərabərsizliklər heyətini, yəni bir dəfə -7-dən kiçik, bir dəfə də nədir? 7-dən böyük qiymətlərində baxmalıyıq. X kiçikdir buradan olacaq. Deməli, neçə ilə? 21, 18, 21, 24 deməli olacaq hara? Eyni tipdir, eyni formada. Baxın, onlar mənfi sonsuzluqdan -18-ə, 24-dən müsbət sonsuzluğa olur. Tamam, gəldik kvadrat bərabərsizliyə. Kvadrat bərabərsizliklər ümumi şəkildə A sıfırdan fərqli olduqda AX kvadrat plus BX plus C böyükdür 0, yaxud bunun yerində böyük bərabər, kiçikdir, kiçik bərabər olarsa, onda bu şəkildə verilən bərabərsizliklərə nə deyirik? Kvadrat bərabərsizliklər. Mən burada kvadrat bərabərsizliklər üçün burada bir dəfəlik belə deyək də bir sxem çəkmişəm. Əslində biraz buna aydınlıq gətirmək istəyirəm. Bir dəqiqə. Tamam, mən buna aydınlıq gətirmək istəyirəm. Demək, biz normalda kvadrat bərabərsizliyi həll eləyəndə onun belə deyək də qrafikinə baxmalıyıq. Yəni biz bilirik ki, kvadratik funksiyanın qrafiki paraboladan qolları yuxarı olur. Yəni burada müxtəlif vəziyyətlər yarana bilər. Yəni qollar yuxarı ola bilər, qollar aşağı ola bilər. İndi burada məsələn qollar yuxarıda, birazdan bunun haqqında danışacağıq. Fikir verin, apsis oxunu kəsmədiyinə görə kökü yoxdur. Yaxud baxın, kəsirsə deməli nədir burada? 2 müxtəlif həqiqi kökü var. Yaxud burada gəlib toxunub qayıda bilərdi. Nədir? Burada deyirdik ki, nədir? 2 bərabər həqiqi kökü var. Eyni qaydaları, baxın, bunun üçün də deyə bilərik. Kökü yoxdur, 1 kökü var, yaxud nədir? 2 kökü var. Yəni, hər dəfə bu şəkilləri çəkməyək deyə, burada qayda qəbul eləmişik ki, tutaq ki, A böyükdür 0 olarsa, baxın, indi o şəklin üzərində də göstərəcəyəm yuxarıda. Böyükdür 0 olarsa, Y oxunu silirəm buradan, bizə mane olmasın deyə. X oxunda baxaq. Ta ki, deyirəm ki, bu belədir. Köklər buradadır. X1-dir, X2-dir. Bu tərəflər qrafika müsbət olduğu hissələrdir. Orta nədir? Mənfi olan hissədir. Təbii ki, məndən böyükdür 0 deyəndə bu aralıqları, kiçikdir 0 deyəndə nədir? Bu aralığı, yəni X1-dən X2-yə qədəri götürəcəyəm. Baxın,
Biz əslində yuxarıda göstərməliydim onu. Biz bunu bir dəfəlik sxem qəbul eləmişik ki, bu formada olsun. Yəni A böyükdür 0 olanda, A böyükdür 0 olanda plus, minus, plus kimi deyək. Və orada başqa bir şərt də əlavə eləmişik ki, A kiçikdir 0 olarsa, şəkil baxın bu formada olsun. Minus, plus, minus. Baxın burada yenə göstərirəm. Tutaq ki, bu şəkil üzərində göstərsəm bir dəqiqə. Bu yazdıqlarımı silim buradan. Baxın. Tutaq ki, bura üçün danışıramsa, qrafikin müsbət olduğu hissə bura olur. Bura x1, x2 olsun. Mənfi olduğu hissələr bura. Ona görə şəkildə nədir? Minus. Baxın, ardıcılığa baxsaq, minus, plus, minus. Yəni, formanı, ümumi formanı baxın, bir dəfəlik bu formada nədir? Qəbul eləmişik. Amma mən indi yenə də deyirəm, buradakı nümunələri danışacağım. Danışandan sonra və sonda deyəcəyik ki, buna ehtiyac yoxdur. Niyə? Çünki bizə A mənfi olanda bərabərliyin hər iki tərəfini mənfi 1-ə vurub, yaxud mənfi 1 ədədə vurub, çevirib onu bir qayda üzərində, yəni bütün işlərimizi bir qayda üzərində aparacağıq. İndi baxalım. Baxın, burada deyirik ki, əgər bu şəkildə olarsa, yəni köklərdir, böyükdür 0-dan, həll edirik. Baxın, kökləri tapmışıq, qeyd eləmişik 2, 7. Qardaş, burada məndən nəyi soruşur? Böyükdür 0, yəni müsbət olduğu yer. Yəni, buranı və buranı. Onda nə olur həlli? Baxın, mənfi sonsuzluqdan 2-yə, təbii ki, baxın, mənfi sonsuzluqdan 2-yə, bir də hara? 7-dən müsbət sonsuzluğa. Növbəti misalımıza baxaq. Böyük bərabərdə 0, eyni tipdir. Elə sanki o məsələni həll edirsən, sadəcə mötərizə fərqi olacaq. Baxın, köklər 2, 3-dür. Məndən haranı soruşurdu? Böyük bərabər. Yəni, o deməkdir ki, köklər daxildir. Yəni, orada kökləri də daxil edəcəksən. Mənfi sonsuzluqdan 2-yə, 3-dən müsbət sonsuzluğa. Sonra kiçikdir 0 olarsa, deməli artıq mən kiçikdir 0 nə deməkdir? Mənfi olan hissəyə baxacağam. Cavab hara olacaq? x1-dən x2-yə. Baxın, mən tənliyi həll eləyirəm. Belə deyək də, bu kvadratik funksiyanın sıfırlarını tapıb ədəd oxu üzərində qeyd eləmişəm mən. 3, 8. Baxağım, 3, 8. Deməli, hara olacaq? Mənfi olan yeri soruşur, olur 3-dən 8-ə. Kiçik bərabər olanda qeyri-adi bir şey yoxdur burada. Onda həll eləyəcəksən bunun köklərini. Baxaq görək burada. Həll eləmişik yəqin ki, 0,5, 1. Onda mənfi olduğu yer bura olacaq. Niyə düz mötərizə qoyduq? Çünki misalın özündə nə var idi orada? Kiçik bərabər işarəsi var. Aha, keçdik. Növbəti qayda baxağın. A böyükdür 0-dan, böyükdür 0 olanda, aha, bu əslində burada A kiçikdir 0-a aid nümunədir. Bir dəqiqə mən qarışdırmışam burada deyəsən, tamam. Bu yəqin ki, qaydada mən ona sonra baxaram. Kiçikdir 0 olduqda, kiçikdir 0 olduqda, x1-dən kiçik, bunu qaydada düzəltmək lazımdır. İnşallah baxıb düzəldərəm. Kiçikdir 0 olduqda həlli hara olacaq? x1-dən x2-yə qədər. Baxın, bunu həll eləmək istəyirik. Kiçikdir 0 şəkildə düzdür. Tamam. Həll eləsək bunu, baxın, şəkil olaraq düz yazmışıq. Mənfi, müsbət, mənfi. Köklərin həll eləmişik, tapmışıq. Bunun 3 ilə 4-dür. Biz nəyi götürməliyik burada? Müsbət olduğu yeri olur nədir? 3, 4. Baxın, yeri gəlmişkən mən bunu bir fərqli formada indi burada həll edib göstərirəm sizə. Mənə verdiyi misalı, baxın, bu misalın hər iki tərəfini mənfi 1-ə vursam, x kvadrat çıxar 7x minus 12, demək, kiçikdir 0-dan olacaq. Mənfi 1-ə vurduğum üçün. Və mən əvvəlki qayda ilə, yəni müsbət halı üçün bunu həll eləyə bilərəm. Baxağım, 3, 4. Bunlar daxil deyil. Deməli, haranı soruşur məndən? Mənfi olduğu yer. Baxın, yenə də həmin cavab alınır. Yəni, oturub müsbət üçün bir qayda, mənfi üçün bir qayda öyrənməyə yəni dəyməz. Bu belə. Növbəti misalımıza baxağın. Burada da həmin kimi kiçikdir 0 olduqda böyük bərabərdə 0 demişik. Deməli, hara olacaq? Kökləri tapırsan. Köklər mənfi 1,5, 1. Sıfırlarını yəni tapırıq, qeyd eləyirik. Haranı soruşur bizdən? Bir dəqiqə, mən burada şəkili yenə burada səhv vermişəm. Bunlar mənfi, müsbət, mənfi olur. Mənfi, müsbət, mənfi burada. Demək ki, nə olacaq? Mənfi
müsbət, bu da nədir? Mənfi olur. Tamam, burada indi nəyi soruşurdu bizdən? Böyük bərabərdə 0 olur mənfi 1/5-dən 1-ə qədər və parça. Nəyə görə parça? Bərabər işarəsi olduğu üçün. Tamam, keçdik. Növbəti. Baxın, A kiçikdir 0 olduqda, kiçikdir 0 olduğu yeri, onda olacaq hara mənfi sonsuzluqdan x1-ə, x2-dən hara müsbət sonsuzluğa köklərini tapırıq, ədəd oxunda qeyd eləyirik. Köklər 3, 5-dir, olur mənfi sonsuzluqdan 3-ə, 5-dən müsbət sonsuzluğa. Sonra yenə də kiçikdir 0 olduqda nə edirik burada görək? Deməli, olacaq həmin şeydir də, kiçik bərabər olur mənfi sonsuzluqdan x1-ə, x2-dən müsbət sonsuzluğa, köklərini tapmışıq. Kökləri nədir bunun? 4, 9-dur. 4, 9, mənfi, müsbət, mənfi. Deməli, haranı soruşur bizdən? Mənfi olduğu yer. Mənfi sonsuzluqdan 4-ə, 4-dən müsbət sonsuzluğa. Təbii ki, 4 ilə 9 da nədir? Daxildir. Aha. Burada kvadratik funksiya. Bu funksiya dərsində daha geniş danışacağıq bunun haqqında inşallah. Baxın, bu formaların mən ümumiyyətlə hamısı haqqında danışacağam indi. A böyükdür 0, D mənfidir. Baxın, mən bunun şəklini çəkmək istəsəm, bu parabola imiş, qollar yuxarıda, D-si mənfidir, yəni kəsmir. Fikir verin, onda bu kvadratik funksiya nə edir? Hər yerdə müsbət olur. Yəni, mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər onda AX kvadratı plus BX plus C böyükdür 0 olacaq. Yəni, bu həmişə nədir? Doğru olur. İndi baxağın görək nə deyir burada. M-in hansı qiymətlərində istənilən həqiqi x üçün bu bərabərsizliyi doğrudur. Nə edəcəyik burada? A-sı təbii ki, müsbətdir. Baxın, A-sı bərabərdir 1-dir, böyükdür 0-dan. Bir dənə qalır diskriminantı araşdırmaq. Diskriminant da olacaq buradan B kvadrat, yəni 4 minus 4A nə olmalıdır? Kiçikdir 0-dan. Onda alırıq ki, nədir? A böyükdür 1-dən. A-nın 1-dən böyük qiymətlərində nə edəcək? Üzr istəyirəm, M-in 1-dən böyük qiymətlərində bu funksiya həmişə nədir? Müsbət olur. Tamam, burada da qeyd eləmişik. Aha, baxın. A kiçikdir 0, D də kiçikdir 0. Görək bunun şəklinə formada olur. Baxağım, şəklinə baxağım bunun da. Aha. A-sı mənfidir, yəni qollar aşağıdır, kəsmir. D-si mənfidir, o deməkdir ki, absis oxunu kəsmir bu. Yəni, hər yerdə bu funksiya nə olur? Mənfi funksiya olacaq. Tamam, keçdik. İndi bunu araşdırmaya baxalım. Deyir ki, bərabərsizliyi doğrudur. Nə etməliyik? A-sı təbii ki, mənfidir. Yazılışdan görünür və nəyi həll eləməliyik burada? Diskriminantın mənfi olduğunu qeyd eləmək. 64 minus 0 plus nədir? 4K-dan. K nə olur burada? Kiçikdir, mənfi 16-dan. Sonra, növbəti qaydaya baxalım. Bu qaydaya fikir verin. Bu qayda digərlərinin sanki təkrarıdır. Baxalım. A-sı böyükdür 0-da. Yəni, qollar yuxarıdır. D kiçik bərabərdə 0. Yəni, kiçik bərabərdə 0 o deməkdir ki, yəni, bu bayaqlar belə çəkmişdik, amma bu bizə deyir ki, yəni, gəlib toxuna da bilər. Toxuna bilər o deməkdir ki, ya müsbətdir, ya da nə olur? 0 olur. Yəni, ona görə də nəyi götürürük burada? Böyük bərabərdə 0 deyirik. Baxalım. Bərabərsizliyini doğrudur, həll edirik. A-sı təbii ki, müsbətdir, diskriminant mənfidir, 16-dan böyük. Bu qaydada araşdırırsınız. Növbəti bərabərsizliyə baxaq, qaydaya baxağım. A mənfidir, D mənfidir. Deməli, təbii ki, burada necə olacaq? Qollar aşağıdır, qollar aşağı, absis oxuna gəlib, yəni toxuna da bilir. Ya mənfi olur, ya da nədir? Sıfıra çevrilə bilir. Ona görə də nə deyirik? Kiçik bərabərdir. Yəni, müsbət olmayan qiymətlər alır, qısaca belə deyə bilərik. Aha, burada da nümunə yazmışam. Həllinə inşallah özünüz baxarsınız. İntervallar üsulu. Baxın, uşaqlar, burada bəzi cümlələr var. Bunları özünüz istəsəz oxuyub araşdırarsınız. Aha, baxın. Bərabərsizliyi həll eləmək istəyirik. Bərabərsizliyi həll eləmək üçün siz buna əvvəlcə belə deyək. Bir tənlik kimi deməyək. Çünki burada məxrəc məsələsi də var. Aləm deyəcək onda bir-birinə. Burada yazılan funksiyaların sıfırlarını tapırsınız. Sıfırlarını, qısa desək nəyini? Köklərini. Köklərini tapıb ədəd oxu üzərində qeyd edirik. Mən ədəd oxu üzərində qeyd edəndən sonra işarələrin təyin olunması məsələsi var.
Baxın, bunu aralıqlara bölürsüz. Aralıqları, yəni qiymətləri tapandan sonra mən bir-iki dənə misalda belə işarənin təyin olunmasını göstərəcəyəm. Baxın, x çıxaq 2, x plus 5. Aha, mən işarəni təyin eləmək istəyirəm. Baxıram ki, burada x-in işarəsi müsbətdir, burada da x-in işarəsi müsbətdir. Bunları bir-birinə vursaq, nəticə müsbət olacaq. Onda sağ tərəfdən başlayırsınız işarələməyə. Plus, minus, plus. Baxaq. Və həll eləyəndə nəyə götürürük? Böyükdür 0 demişdi mənə. Mənfi sonsuzluqdan mənfi 5-ə birləşəcək hara? 2-dən müsbət sonsuzluğa. Yəni bu bərabərsizliyin həlli bu formada olacaq. Növbəti misalımıza baxaq elə əlimizi bulamışkən. Demək, ədəd oxu yenə də çəkirik. Baxırıq, ədəd oxu çəkdik. X oxu yazılışdan görünür ki, bunun 3 dənə belə deyək də sıfırı var bu funksiyanın. Baxaq. Sıfırları bunu bir-bir bərabərləyib sıfıra həll eləsəz görərsiniz ki, biri sıfırdır, biri 3-dür, biri 5-dir. İndi yazılışa baxın, mən bunu təkrar burada yazam, qarışıqlıqda görməyəcəksiniz. Minus 3, 5 minus x. Burada x-in işarəsi müsbət, müsbət, amma burada mənfi. Bunların üçünü də bir-birinə vuranda mənfi olur. Deməli, sağdan başlayırsan mənfi, müsbət, mənfi, müsbət. Və məndən həllə soruşur bu. Haranı soruşur? Müsbət olduğu yerləri soruşur. Böyükdür 0 demişdi. Olur hara? Mənfi sonsuzluqdan 0-a, bir də 3-dən 5-ə qədər. Yəni, bu aralıq və bu aralıqda nədir? Həlli var bərabərsizliyin. Tamam. Keçdik. Aha, aralıqda işarələrin təyin edərkən təkrarlanan köklərə rast gəlirik. Təbii ki, baxın. Mən bu misalı, eyni misalı 4 dəfə vermişəm burada. Böyükdür, kiçikdir. Sonra var burada səhv eləmirəmsə, böyük, kiçik bərabərdir, böyük bərabərdir. Hamısına aid yazmışam. İndi burada məsələ nədən ibarətdir? Baxın, birinin həllinə baxıb qalanın nədir? Təyin edəcəyik. Baxın, tutaq ki, bu misalı həll eləmək üçün fikir verin, şəkildə göstərildiyi kimi sıfırları təyin eləmişik, işarələri təyin eləmişik. İşarənin təyin olunmasını mən burada ayrıca göstərim sizə. Baxın, demək, burada x müsbətdir. Burada müsbət, 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 müsbət. Əslində bir şey deyim sizə ki, bu kvadrat olana baxmaya da bilərsiniz. Yəni o heç bir əhəmiyyət kəsb eləməyəcək. Çünki lap orada mənfi olsa da belə yerin dəyişib nədir? Müsbət kimi götürə bilirik. Burada nədir? Belə deyək də təkrarlanan kök yaranacaq mənfi 3 kimi. İşarələrə fikir verin. Bayaq dediyim kimi bu müsbətlə başlayacaq. Sağda müsbət, sonra keçdik mənfi, növbə müsbətindir, sonra növbə mənfinindir. Təkrar aldığınız kökün, belə qısaca deyirəm sizə, sağında və solunda işarələr nədir? Eyni olmalıdır. Yəni, mənfi alınıbsa, sonra yenə mənfi deyib, sonra müsbət, sonra mənfi, sonra müsbət. Bu qayda ilə davam eləyə bilərsiniz. Ümid eləyirəm ki, dediklərimi başa düşdünüz. Yəni, təkrarlanan kökün, loru dildə deyirəm, sol tərəfinə nə işarəsi düşdüsə, sağında da nədir? Həmin işarə yazılmalıdır. Və burada bizdə bərabərsizlikdə nəyi soruşur? Baxın, böyükdür 0 olduğu yer. Böyükdür 0 olduğu yer görün, hara olur burada? Baxın, olacaq mənfi sonsuzluqdan. Baxın, işarə burada da göstərirəm. Bir də 0-dan 2-yə, bir də nədir? 5-dən müsbət sonsuzluğa kimi götürülür. Tamam, mən o şəkil təkrar çəkmirəm. İndi bunun üzərində baxaq və növbəti misalın həllinə baxaq. Baxın. İndi baxın, bizdə nəyi soruşur? Mənfi olduğu yer. Mənfi olduğu yer haradır? Mənfi 4-dən mənfi 3-ə, mənfi 3-dən 0-a, bir də 2-dən 5-ə. Baxın, nə olur onda? Mənfi 4-dən mənfi 3-ə birləşir. Mənfi 3-dən 0-a, sonra yenə birləşir 2-dən 5-ə qədər. Baxaq. Burada da həmin həlləri nədir? Yazmışam 2-dən 5-ə. Baxın, yenə də burada da həmin qayda ilə baxın. Görün nə olur burada? Kiçik bərabərdir işarəsinə görə. Kiçik bərabər nə deməkdir uşaqlar? Bir də baxaq. Bu, bir də bu. Fikir verin, kiçik bərabər. Sanki yuxarıdakı misalda həmin şeyi yazmışıq, amma düz mötərizələrdir. Bu hissiyə fikir verin, baba, buradan buraya qədər.
Baxın, -3 həm bura daxildir, həm də bura daxildir. Deməli, bu parçanı belə deyək də, bu bütöv parçanı parçalayıb ayrı-ayrı göstərməyə ehtiyac yoxdur. Bunları birləşdirib əksinə nədir? -4-dən 0-a qədər nədir? Yaza bilərsiniz və birləşir hara? 2-dən 5-ə qədər. Aha, gəldik sonuncu. Uşaqları ən çox çaşdıran bir hissəyə. Burada böyük bərabərdir deyir. Deməli, gəlin baxaq. Böyük bərabər deyirsə, deməli mən haranı götürməliyəm? Buranı, buranı və buranı. Bu zaman diqqətli olmaq lazımdır. Kvadratdan aldığımız, belə deyək də, təkrarlanan kökü misalın özündə yoxlamaq lazımdır. Baxın, mən -3 yerinə qoyanda bu 0-a bərabər ola bilir. Ona görə də bircə dəqiqə böyük bərabərdir 0. Aha. 0-a bərabər ola bilir. Bircə dəqiqə böyük bərabərdir 0. Burada nə isə düz yazmamışam mən, yoxsa 5 müsbət sonsuzluq. Ha, burada görürsünüz, özüm yaxşı ki baxdım buna. Buna bir də birləşməlidir ayrıca birləşməlidir -3. Birləşməlidir. Bəli, -3 də burada olmalıdır. Tamam. Sonra keçdik növbəti misalımıza. Kvadratda olduğu kimi, baxın, modulda da elədir. Modulda da təkrarlanan kök olur o. Yəni 0-ın sağına və solunda nədir? Eyni işarələr olmalıdır. Baxın, yenə də işarəni təyin etməyə çalışaq. Modula baxmayın, ehtiyac yoxdur. Müsbət, müsbət, deməli müsbətlə başlayır. Mənfi, mənfi, sonra müsbət. Kvadratda və modulda belə yadınızda saxlaya bilərsiniz. Yaxud kvadrat dediyim cüt qüvvətlərdə. Məsələn, x-4 ilə rastlaşa bilərsiniz. x-4 ilə onun sağı solu nədir? Aldığınız cavabda eyni işarələr olmalıdır. Və cavab nə olur burada? Haranı soruşurdu? Mənfi olduğu yer -1-dən 0-a, 0-dan 2-yə qədər. Tamam. Növbəti misalımıza baxaq. Bu misalı həll eləmək istəyirik. Böyük bərabərdir 0-ı soruşur. Baxın, 0-ları qeyd eləmişik. Müsbət olduğu yerlər, baxın, bayaqki kimi müsbət olduğu yerlər olur -, sonsuzluqdan -1-ə, 4-dən müsbət sonsuzluğa. Amma ayrıca bayaq dediyim kimi 3-ü də xüsusi nədir burada? Yoxlamaq lazımdır ki, 0-a bərabər edə bilirmi? Bəli, 3-ü yerinə yazanda bu bərabərsizlik nədir? 0-a çevriləcək. Ona görə onu da ayrıca götürmək lazımdır. Rasional bərabərsizliklər. Rasional bərabərsizliklər intervallar üsulu ilə həll edəcəyik. Belə deyək də, kəsirin sürətinin və məxrəcinin yenə də nədir? Sıfırlarını tapıb qeyd eləyib, aralıqları təyin eləyib, aralıqlarda işarələri təyin eləyib, bizdən soruşulan aralığı götürməliyik. Baxaq. Sıfırları tapırıq. Qeyd eləyirik, ədəd oxunda -4, bir dənədir 1,5. Baxaq, böyükdür 0-dan deyir. Müsbət olduğu yerlər hara olur? Sonsuzluqdan -4-ə, 1,5-dən müsbət sonsuzluğa. Növbəti nümunəmizə baxaq. Yenə də sıfırları tapırıq. Qeyd eləyirik, böyük bərabərdə 0 eləyirik. Aha, gəldik burada. Uşaqlar bərabəri görən kimi sevinib bunun hamısını düz mötərizə götürürlər. Olmaz. Çünki məxrəcdən aldığınız cavabı heç vaxt ora daxil eləməyin. Çünki həmin qiymət, kəsirin qiymətini nədir? Mənasını itirir. Kəsirin mənasını itirir. Sıfıra bölmə əməli olmadığı üçün biri ora daxil eləməməliyik. Sonsuzluğu, bir də məxrəci sıfıra çevirən, yəni ödəməyən qiymətləri daxil eləmirik. Növbəti misalımıza baxaq. Yenə də həmin qaydada işarələri təyin eləmişik. Baxın, müsbət, müsbət, mənfi. Vuranda bir-birinə mənfi ilə başlayıb, müsbət, mənfi, yenə də nədir? Müsbət. Tamam. Bizdən nəyi soruşur burada? Haranı soruşur? Kiçik bərabər də 0 olur -3-dən 1-ə, 2-dən müsbət sonsuzluğa, 2 məxrəcdə olduğu üçün adi mötərizə olub. Yəni 2 ora daxil deyil. Növbəti misalımız. Baxın, bu tip misalları uşaqlar bəzən tənasib kimi vururlar. Qətiyyən elə şey eləməyin. Keçirdim bir tərəfə, sadələşdirin, bir kəsirə gətirin, baxın bu formada. Bir kəsirə gətirəndən sonra, bircə dəqiqə, burada mən səhv mi eləmişəm? -6 olur, -8, çıxaq 8 olur bu. Bu səhvimizi düzəltmək üçün burada bunu plus, buranı -2 eləsək, plus, onda belə olacaq. Bu şəkli zay eləmək istəmirəm, bu formada dəyişiklik eləyərəm. Eybi yox.
Baxağım. İndi burada nə olur kökləri? Mənfi kökləri yox, daha doğrusu üzr istəyirəm. Kəsirin sürətinin və məxrəcinin sıfıra çevrildiyi qiymətlər mənfi 8 və mənfi 3, mənfi orada mən mənfiyə vurmuşam, deyəsən heç bir səhvlik yoxdur. Neyse, o səhvə mən baxaram. Siz təsəvvür edin ki, bunu həll edirik. Deməli, mənfi olur hara? 8-dən mənfi 3-ə qədər. Fikir verin, mənfi 8 daxil eləmişik. Mənfi 3 məxrəcdən gəldiyinə görə mənfi 3 ora daxil eləməmişik. Tamam, keçdik növbəti misalımıza. Baxın, bayaqları belə bir şeylər yazmışdıq. Orada deyil, burada da. Tamam, növbəti misalda deyərəm onu. Baxın, burada nə deyir bizə, baxın. Bu tip misalları həll eləyəndə kvadrat cüsətliyini mümkün qədər vurğulara ayırın. Vurğulara ayırandan sonra artıq əlimizdə bayaqdan yazdığımız nümunələrə çevrilir. Sadə, hamısını hasil nisbət şəklində göstərməyimiz lazımdır. Baxın, sıfırlarını tapıb qeyd edirik. 2-dir, 3-dür, 7-dir. Mənfi, müsbət, mənfi, müsbət. İşarələri nəyi soruşur bizdən? 0-dan kiçik olduğu yerlər. Mənfi sonsuzluqdan 2-yə, 3-dən 7-yə qədər. 7 daxil deyil, qalan hamısı nədir? Daxildir. Aha, keçdik bura. Bayaqları mən qaydalar dedim sizə. A böyükdür 0 olanda, D kiçikdir 0 olanda, müsbətdir, nədir və s. Bu ona aiddir. Baxın, A-sı müsbətdir, diskriminantını hesablasaz, görərsiniz ki, nə olur? Diskriminantı mənfi olur. Deməli, bu kəsirin məxrəci həmişə müsbət olur. Belə olduğundan, deməli, gərək kəsirin sürəti mənfi olsun ki, böləndə bu kiçikdir 0, yəni x minus 3 kiçikdir 0 yazırıq və oradan da x kiçikdir nədir? 3 alırıq. Yəni mənfi sonsuzluqdan 3-ə qədər. Növbəti misalımıza baxın. Bu dəfə aşağına vurğulara ayıracağıq. Vurğulara ayırandan sonra yenə də bayaqki misallardan alınır və burada da nə edirik? Böyük bərabərdə 0 olan yerləri götürürük. Yəni mənfi sonsuzluqdan mənfi 1-ə, 4-dən müsbət sonsuzluğa, 2 ayrıca baxılır ki, kəsirin qiymətini 0-a çevirə bilirmi? Bəli, bilir. Deməli, onu da daxil eləyirik. Aşağıdakı bərabərsizliyə baxaq. Bu bərabərsizlikdə fikir verin, məxrəc həmişə mənfi olur. Əlimizdə qalır kvadrat bərabərsizlik. Bu bərabərsizliyi nədir? Həll eləyirik və olur cavab mənfi sonsuzluqdan 2-yə, 4-dən müsbət sonsuzluğa. Daha bir nümunəmiz, yəqin ki, təkrarlanan köklə bağlı yazmışam bunu da. Baxağın, aha, burada. Sıfırlarını tapıb qeyd edirik. Mənfi 4, mənfi 1, 0, 2, 3. İşarələr mənfidən başlayır. Mənfi, müsbət, mənfi, mənfi, müsbət, mənfi. Daha önce o haqda danışmışıq. İnşallah ki, başa düşmüsünüz o hissəni. Və bizdən nəyi soruşur? Mənfi olduğu yerlər. Mənfi sonsuzluqdan mənfi 4-ə, mənfi 1-dən 0-a, 0-dan 2-yə, bir də olur hara? 3-dən müsbət sonsuzluğa. Bircə dəqiqə burada niyə belə eləmişik? Buna fikir verin. Mənfi 1-dən 2-yə 0 ödədiyinə görə artıq onu orada parçalamamışıq. Bayaq dediyimiz kimi, sanki bu artıq burada var deyə ehtiyac yoxdur onu parçalayıb ayrı-ayrı yazmağa. Sonra daha bir nümunəmiz yenə də bu bərabərsizliyi həll edəndə yenə də kökləri qeyd eləmişik. İfadəsinin sürəti məxrəcə 0-dan tapırıq. Qeyd eləyirik. Haran soruşur bizdən? Mənfi olduğu yerləri. Mənfi olduğu yerlər olur. Mənfi 5-dən mənfi 2-yə, 0-dan 1-ə, 1-dən 3-ə. İrrasional bərabərsizliklər. Baxaq uşaqlar. 0-dan böyük bərabərdir. Bu bərabərsizliyi həll eləyəndə elə hər iki tərəfi belə deyək, qısa desək, kvadrata n-ci dərəcədən qüvvətə yüksəldirik. Fx böyük bərabərdə 0 nədir? Həll eləyirik. İstər cüt dərəcə olsun, istər nədir? Bircə dəqiqə. Yox, cüt dərəcə səhv dedim, bağışlayın. Deməli, cüt dərəcədə nə edirik? Cüt dərəcədə n-ci dərəcədən qüvvətə yüksəldirik, həll eləyirik. Yəni, kök 6 böyük bərabərdə 0 olur. Kvadrat bərabərsizlikdir. Burada qısa yazmışam, ta intervallar zaten qeyd eləməmişəm. Kökləri 2-dir, 4-dür, mənim sonsuzluqdan 2-yə, 4-dən müsbət sonsuzluğa. Tamam, cüt dərəcədir, 0-dan kiçikdir, mümkün deyil. Cüt dərəcədən kök mənfi qiymətlər almadığı üçün birbaşa düşünmədən boş çoxluq yazırıq. Sonra, cüt dərəcədən kiçik bərabərdə 0 deyirsə, burada bir dənə 0-a bərabər olma halı qalır. Çünki mənfi olmayan qiymətlər alır deyiriksə, deməli bu ən belə deyək də, ən azı 0-a bərabər olma halı qalır əlimizdə. O da bərabərləri 0-a, kökləri nə olur bunun? 2 və 4 olur. Tamam, keçdik
tək dərəcə olarsa, böyük bərabərdə 0 eləyirik, həll edirik bərabərsizliyini. Tamam, sadə kvadrat bərabərsizlik olur. Bunun da həlləri yenə də ədəd oxu çəkməmişəm. Artıq düşünmüşəm ki, bura çatana qədər şagird onları artıq bilir. Kökləri 3, 4 olur. Müsbət olduğu yerlər mənfi sonsuzluğun 3-ə, 4-dən müsbət sonsuzluğa. Aha, keçdik bura. Tək dərəcədən kiçik 0 bərabər deyirsək, yenə hər iki tərəfi kuba yüksəldib, nə edirik? Kiçik bərabərdə 0 deyib, həll edirik. Mənfi sonsuzluqdan 2,4-ə alınır. Böyükdür A-dan, A da mənfi ədəddir, cüt ədəddir, onda böyük bərabərdə 0 qalır. Baxın, bu mənfi olmayan qiymətlər deyir ki, mənfidən böyükdür, təbii ki, həmişə böyükdür. Nə vaxt böyük olur? Kök böyük bərabərdir nədir? 0 olsa, yəni 3-dən böyük qiymətlər, 3 və 3-dən böyük qiymətlər. Tamam, A mənfidir, cüt dərəcədir, mənfi ədəddən böyük bərabərdir, eyni misaldır. Demək olar ki, burada böyükdür, mən böyükdür. Burada nə verib? Böyük bərabər. Yenə də kökün altına olmalıdır. Böyük bərabər yazmalıyıq olacaq. 3-dən müsbət sonsuzluğa yenə də. Aha. Keçdik. Növbəti qaydamız. Kiçikdir A-dan, A da mənfidir. Cüt dərəcədən mənfi qiymətlər almadığından, yəni mənfidən kiçik ola bilmir. Düşünmədən nə yazırıq? Boşluqluq yazacağıq. Baxağın, kiçik bərabərdir A-dan, yenə mənfi, bu da mümkünsüzdür, boşluqluq olur. Aha, cüt dərəcədir, böyük bərabərdir, müsbətdir. Müsbətdirsə, onda bu sistemi həll edəcəyik. Bu bərabərsizlik sistemi, yəni kökün altı böyük bərabərdə 0 olmalıdır. Bir də bərabərsizliyin hər iki tərəfin n-ci dərəcədən qüvvətə yüksəldəcəyik. Məsələn, bunu həll eləmək istəyirik. Kökün altı böyükdür. Bircə dəqiqə. Böyük bərabər burada səhv qeyd eləmişəm. Böyük bərabər olmalıdır. Bu inşallah bu səhvləri düzəldərik. Böyük bərabərdir 2-də 1-dən. Bir də bərabərsizliyin hər iki tərəfinə nə eləmişik? Kvadrata yüksəltmişik. 25, 26, 13 olur hara? 13-dən müsbət sonsuzluğa. Tamam. Növbəti baxağın. Kiçik bərabərdir A-dan, A müsbətdir. Yenə də kökün altı böyük bərabərdir. Hər iki tərəfi belə deyək, n-ci dərəcədən qüvvətə yüksəldirik. Yenə kökün altı böyük bərabərdir 0-dan. Kiçikdir, elədir, kvadrata yüksəldirik 9-dan. Yəni, bu da olacaq 10, 5-ə böləndə 2, nəticə olacaq hara? 5-də 1-dən 2-yə qədər. Yəni, bu bərabərsizliklər sisteminin həlli olacaq. Keçdik. 12-ci qayda. Tək dərəcə olarsa böyükdür A-dan, A-da istənilən ədəddir. İstənilən ədəddir, hər iki tərəfi n-ci dərəcədən qüvvətə yüksəldib həll edirik. Yəni, məsələn, kub dərəcədir, kuba yüksəltmişəm, böyük bərabərdir, mənfi nə olur burada? 27 olur, mənfi 26, 2-yə də bölmüşük, 13. Mənfi 13. Tamam, sonra kiçik bərabərdir, tək dərəcədir. Yenə də qüvvətə yüksəldəcəksən, normal qaydada həll edəcəyik. Tamam, sonra daha bir qaydamız, hər iki tərəf irrasional ifadə olarsa, onda hər iki tərəf irrasional ifadə olarsa, yazacağıq ki, fx böyük bərabərdir 0-dan, x böyük bərabərdir 0-dan, fx böyükdür nədən, j-dən. Yəni, hər iki tərəfi nə edirik? Qüvvətə yüksəldirik. Baxalım bu misalın həllinə. Kök altı ifadələr ayrı-ayrılıqda. Hər ikisi böyük bərabərdir 0. Burada bunu unutmuşuq. Burada düz mötərizə olur. Aha, sonra keçdik bura. Bunun həlli mənfi sonsuzluq, müsbət sonsuzluq. Bunun həlli demək kiçik bərabərdə 6 olur. Bəli, düzdür. Və buradan bunu da həll edəndə bunu alırıq. Yekun nəticə üçünün birləşməsi cavab bu olacaq. Sonra keçdik. Axırıncı 15-ci qaydamız. Cüt dərəcə olarsa, hər ikisi böyük bərabərdir 0-dan, bir də qüvvətə yüksəldirik. Yenə də həmin misallardan da demək olar ki, böyük bərabərdir 0-dır hər ikisi. Burada nə edirik? Kiçikdir. Eləyib həll edirik. Burada birində boş çoxluğu yarandığı üçün nəticə nə olur? Boş çoxluğu alınacaq. Cüt dərəcə olarsa, hər ikisi böyük bərabərdir və fx böyük bərabərdir, jx olacaq. Baxın. Böyük bərabər, böyük bərabər, böyük bərabərdir nədən? 2 minus x-dan. Buranın həlli mənfi sonsuzluq, mənfi 2, 2 müsbət sonsuzluq. Buranın həlli mənfi sonsuzluqdan 2-yə və burada belə bir cavab almışıq. Kvadratik bərabərsizlik olur da, çıxaq x, çıxaq 6. Tamam, mənfi 3, 2, bəli, düzdür. Tamam, bunları da birləşdirsək, nə alınacaq burada? Birləşir 2 niyə yazmışıq bura ayrıca? Birləşir 2 niyə yazmışıq ki?
Birisi dəqiqə bunların üst-üstə düşdüyü yer. Üst-üstə düşdüyü yer. Mənfi sonsuzluqdan mənfi 3-ə və birisi dəqiqə. Mənfi 2 də ona ayrıca ödədiyinə görə, ödədiyi üçün 2-ni də ayrıca ora daxil eləmişik. Tamam. 17-ci qayda kiçik bərabərdir. Cüt dərəcə olduqda hər ikisini böyük bərabərdə 0 qüvvətə yüksəldirik. N-ci dərəcədən həll edirik. Yuxarıda nümunə var deyə buna yazmamışam. Tamam, sonra tək dərəcə olsa N-ci dərəcədən qüvvətə yüksəldib həll edirik. Tamam, qüvvətə yüksəldib sadə kvadrat bərabərlik alınıb və bunu da həll edib yazmışıq bura. 19-cuya baxalım. Tək dərəcədə N-ci dərəcədən qüvvətli, yenə kiçikdir 0. Yuxarıda nümunə var deyə eynisi də demək olar, ona görə yazmamışam. Tək dərəcədə böyük bərabər olanda yenə qüvvətə yüksəldib həll edirik. Artıq orada sadə bərabərliklər alınır, o da sizin üzərinizə düşür. Tək dərəcə olanda yenə qüvvətə yüksəldirik, kiçik bərabər olanda yenə də həmin misallardandır. Gəldik bura. Burada artıq bərabərsizliklər sistemi, 2 dənə bərabərsizliklər sistemi alınır və onların da belə deyək ki, birləşməsi götürülür. Kök altı ifadələr həmişə nədir? Böyük bərabərdə 0, bu da böyük bərabərdə 0-dan. Sonra keçdik. Burada qüvvətə yüksəltmişik, hər iki tərəfə kvadrata yüksəltmişik və növbəti sistemimiz fx böyük bərabərdə 0, j nədir? Kiçikdir 0. Yəni biz bir dəfə düşünmüşük ki, hər iki tərəf mənfi olmayan qiymətlər alınır, bir dəfə də sağ tərəfi mənfi olaraq düşünmüşük. Və bu iki sistemlə alınan, belə deyək ki, cavabı, nəticəni cavab kimi götürürük. Baxın, burada həmin qaydada yazmışıq nədir? Böyük bərabər, burada bərabər işarəsi olmalıdır, yenə də unutmuşam, bərabər bax burada var, orada qeyd eləməmişəm sadəcə. Həll edirik bunlara, yekun nəticə belə deyək də, yekun nəticə olaraq nə edirik? Bərabərsizliklər sistemini həll edirik, birləşməni cavab kimi götürürük. Bu suallardan uşaqlara demək istəyirəm ki, izah edirəm, eləməyinə qorxmasınlar. Buraxılışa, qəbula bu tipli suallar yəni düşmür, narahat olmasınlar. Sadəcə borcumuzdan çıxmaq üçün bunları danışırıq biz. Böyük bərabərdə 0 olanda yenə də bu sistemi həll eləməlisən, kvadrata yüksəldirsən və s. Bərabərsizliyi həll eləmək üçün sistemdir. Bunlar artıq mən yəni düşünürəm ki, gərəksizdir bunlara. Yəni nəsə bir sözünüz, sualınız olarsa, şərhlərdə və s. bildirib məndən soruşa bilərsiniz. Burada olan qüsurlarda inşallah növbəti nəşrimiz üçün aradan qaldıracağam. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanalı bəyənib abunə olmağı unutmayın. Bildirişləri açıq qoyun ki, yeniliklərdən məlumatlı olasınız. Dərslərimiz əgər istəsəz canlı və onlayn şəkildə keçirilir. Müraciət üçün telefon nömrəm də profildə var. Hər bir videonun altında qeyd edirəm. Yəni əlaqə saxlayıb dərslərimizdən yararlana bilərsiniz. Təşəkkür edirəm hər birinizə.